Mən Ağayeva Rəfilə, Xırdalan şəhəri Füzuli küçəsində yaşayıram. Qızım Dadaşova Ayşə müəllimlərin işə qəbul imtahanına 60 manat 40 qəpik ödəyib imtahanda iştirak edib. Maksimum bal 100 baldır. Qızım maksimum balın 86 balını toplayıb. Keçid balı 40 baldır. Sonradan məlum olur ki, yetərli qədər vakansiya yoxdur. Emin Əmrullayev, yetərli qədər vakansiya yox idi, əvvəlcədən elan edərdiniz. Yetərli qədər müdavimləri imtahana buraxardınız. 86 bal toplamış müdavim kənarda qalıb. Mənim qızımın 4 yaşlı körpə balası var. Tək anadır, evladını tək böyüdür. Ailədə işləyən təkcə mənəm. Mən çatdırıb onun balasına baxa bilmirəm. Bu yüksək bal toplamağına baxmayaraq işlə də təmin olunmur. Sizdən xahiş edirəm, mənim müraciətimi nəzərə alın Emin Əmrullayev. Mənim qızımın işlə təmin olunmasına kömək edin. Mən buradan prezidentə səslənirəm. Cənab prezident, sizin təyin elədiyiniz məmurlar xalqı sizin üstünüzə bax belə üsyana qaldırırlar. Sizin təyin elədiyiniz məmurlar xalqla sizin aranızda uçurum yaradırlar. Çox xahiş edirəm, bu məsələni nəzarətə götürün Cənab prezident. 86 bal toplayan müdavim vakansiya yoxdur, işləyə bilmir, qalıb kənarda. Emin Əmrullayev, mən demirəm İmenno mənim qızımı şəhərin mərkəzində işlə təmin edin. Hər hansısa bir rayonda da ola bilər. Yetər ki, bir iş verin ona, işləsin, balasını saxlasın. Təkrar edirəm, 86 bal toplayıb, 86 bal az bal deyil. Əziyyət çəkib, oxuyub, gecəsin gündüzünə qatıb. Savadı var, biliyi var ki, bu balı o toplaya bilib. Yoxsa 86 balı necə toplaya bilərdi? Demirəm şəhərin mərkəzində ona iş verin. Rayonlarda olsun, şəhərdən kənarda olsun. Yetər ki, mənim qızımı bir işlə təmin edin. Buradan prezidentimiz İlham Əliyevə səslənirəm. Mehriban xanım, sizə səslənirəm. Səsimə səs verin. Mənim qızım işlə təmin olunana qədər susmayacam. Səfirliklərin qarşısında etiraz edəcəm. Prezident aparatının qarşısında etiraz edəcəm. Sosial şəbəkələrdə etiraz edəcəm. Çünki cənab prezident, bu nazirləri siz təyin eləmisiniz. Siz ölçü götürməlisiniz. Bu xalq nə ilə dolanmalıdır, necə dolanmalıdır, nə etməlidir, iş vermir, nə etməlidir, cavan uşaqdır, nə etməlidir, harada işləməlidir. Çox xahiş edirəm, bu məsələni nəzarətə götürün, göstəriş verin, mənim evladım işlə təmin olunsun. Emin Əmrullayev, 86 balla işə götürmürdünüzsə, keçid balını o zaman 40 bal qoymayardınız. 60 manat 40 qəpiyi yığmayardınız. Niyə insanlardan o qədər pulu yığırdınız onda? Vakansiyan yox idi. Deyirdin ki, vakansiyam yoxdur. Gəlməyin imtahanlara. Ay insanlar, Azərbaycanda iş yoxdur. Mən sizə iş verə bilmirəm. Halbuki prezidentimiz dəfələrlə deyir ki, cavan kadrları işlə təmin eləmək lazımdır. Siz prezidentə qarşı çıxırsınız, onda belə çıxır ki. Mən sizdən xahiş edirəm. Çox xahiş edirəm. Mənim qızımı işlə təmin olunmasına kömək edəsiniz. Göstəriş verəsiniz, onu işlə təmin eləsinlər.